müəllim, yaxşı musiqidir mi? Musiqini gərək dərk eləyəsən. Ruhun düzəlir. Musiqinin pisi yoxdur, hamısı. Ruhun düzəlir mi? Hı? Ruhun düzəlir mi? Yəni, ruh vaxtımız çoxdur. Yusuf müəllim, birdən çörək vaxtında mənə rahatlığı verən belə bir şey var. Alim Qasımovun oxumağı, bir də bir Şamaxalı qız var. Adı nə deyə başı görüb yanıma düşəcək. Onların ikisinə deyirəm ki, Tanrı əzanıdır alimin səsi. Və bəzən deyirəm ki, səsini bağlasan, alim bütün vücudunla oxuyur da belə. Hətta dilini başa düşəməyən adam deyə bilər ki, yəni ki, o oxuyur. Hərəkət edəməyən hərəkət səs olmanı deyir, dəldir, amma dərk edən adam deyir ki, o nəsə elə bir bütün vücudunla oxuyur. Hətta dilini bilməsə də deyir ki, o dəli deyil, o elə bil oxuyur, o elə bil onun vücudu oxuyur. Bəlkə səsi yoxdur, söz bilmir, amma vücudu oxuyur. Bir də Şamaxalı Elnarə Abdullayev var kimdir? Onların ikisi də elə bil kilsə zəngidir, məscid əzandır belə. Onun vaxtı ilə oxudur. Hə, indi belə baxıram ki, vacibdir ki, onun sözünə amma bir musiqinin də bir şeyi var da. Dilsiz, ağızsız, iki dəqiq sakit qulaq asaq. Bəzən musiqiyə qulaq asanda bəlkə də adam heç danışmaq istəmir. Bəlkə sözün bitdiyi yer ilə musiqi ilə başlayır. Həqiqətən çox maraqlıdır. İndi boşda özümüzü yazdırırıq ki, necəsiz, nə var, nə yox. Yaxşıyım, tibdə bir maraqlı iş var. Körpə uşaq bələkdə olanda onu gətirirlər ağzına limon. Şirəsini batırır. Dodağına limon şirəsi dəyənir. Sonra gedir, körpə uşaqda hələ bələkdə. Uzaqdan limonu göstərən kimi uşaq gəlir. Musiqi elə bir şeydir. O musiqinin dadını, tamını bilirsə, səndən çox öndə. Orada, haradasa o limon tamını dadır. Ona görə də limon görən kimi beləyi dağılır. Ona görə sənə də, hamı mənə Kefir İskəndər deyib, o məndən sənə Kefir İskəndər deyib. Mənim bir aktör dostum bir söz var, rejissor Sərvər Əliyev. Deyir, Natiq müəllim Kefir İskəndərdir. Kefir İskəndər Mirzə Fətəli Axundovun xəyalı obrazıdır. Amma Natiq müəllim canlı Kefir İskəndərdir. Amma qısqandım, siz də demə, canlı Kefir İskəndər. Ki, qoçun başı bir qazında qaynamaz, bir öz istəyirəm. Səhv getmə. Cəlil Məmməd Quluzadə, Allah rəhmət edir. Öldər əsəri yazırlar. Orada İskəndərin monologu var. Sonra elm, təbiət, insanlar başı işləyən insan araşdırdılar ki, bəli, Kefir İskəndər olur. Və Ağcabədidə dəfn ediblər. Kefir İskəndərə nə sual veriblərsə, düzünü danışır. Onu da alçatmaq üçün yox, yüksəltmək üçün adına Kefir İskəndər deyir. Yazıq bəlkə də içki tap kişisi. Allah Teala ona bir cəsarət verib, kim ona nə sual verəndə cavabını verib, oradan da belə nə yaxşı ki, sizin adınıza Kefir İskəndərdir. Çalış adresini dəyiş. Kefir İskəndər də olur. Birinci Cəlil Məmməd Quluzadə olur. Onun əsərləri olur. Ölülər əsərləri olur. Burada bir şey də var. Yalnız Kefir İskəndərdən qabaq o bir obrazda səsləndirir. Onu bəlkə adı yadınıza düşür. Şeyx Xurmayya Şeyx Nəsrullah mı deyirsən? Ay, Şeyx Nəsrullah. Şeyx Nəsrullah'ın da öyrənib. Hamısı Cəlil Məmməd Quluzadə.
İndi Cəlil Məmmədquluzadə də cəmiyyətə baxır, devrinə görə inkişafa baxır. Qanında genində elə şey var imişsə, həqiqət olmayan və həqiqətə qarşı müxalif olan qüvvələrin də xətrinə dəyib. Bu istəyir ki, cəmiyyət inkişaf eləsin, cəmiyyət yaşasın. O deməyib ki, Einstein kimi atom nüvəsi kəşf eləsin. Və o deməyib ki, Cəlil Məmmədquluzadə kimi insanlar deməyib ki, Trump yetişsin, padşahlar uğrasın, sərvət aparsın. Olasa, onların hələ gör nə qədər şuurunda çatmır ki, aparın. Məsələn, 51 ton muydu, neydi, vagonla Putin apardı, koydu ora. Hələ Putin kimi kasıb yoxsul ailədə böyümüş prezident. Demirmi ki, düşünmürmü ki, gətirdim bunu, yığdım o qızılı. Bunu Piotr'un nəvələri yiyəcək, yoxsa mənim uşaqlarım yiyəcək. Biri arvadınla boşanır, biri nəvim var. Proletariya, fəhlə sinifi, zəhmətkeş sinifi gözünlə görür, başınla dərk edir. Bu yol yaxşı yol deyil. Prezidentin tutduğu yol radikal siyasət, xalqını qorumaq İlham Əliyevə yaraşır. Onun küsməsin o xalqdan. Arada bir onu təntidirlər. Böyük xalqım deyib də, böyük xalqından küsmək istəyir. Hara küsür o? Kimdir bu xalq onu buraxmaz? Bu xalq onu həmişə qoruyacaq. O da bu xalqın arxasında Azərbaycan xalqı yaşayacaq. Ona görə ki, Azərbaycan alimləri həmişə vətənin müdafiəsini 41-45-ci ilin İsrafil Məmmədovu neft, samalyot, qırıcı tayyarələr bu gün də ondan istifadə edir. Hansı insan evladını istəyirsə, ailəsini istəyirsə, xalqını istəyirsə, o yaxşı, xalqa yaxşı gətirər. Sonra gəlir çıxır, bir sual çıxır da. Bu boyda xalqı yaşatmaq olmur, həkimləri çağırır, menü yazsın. Bir insan bir gündə nə yeməlidir, onu təmin etmə imkanları yoxdur. Bunu orta məktəbi yaxşı oxuyan hər bir şakir, xüsusilə də Azərbaycan xalqı, müsəlman xalqlar bunu bilir. Amma pul əlinə keçən kim nə sağ bilir, nə sol bilir. Brejnev demişkən şirik uşaq. Brejnev dirilsin, Xurşov dirilsin. Getdin, Ukraynanı qoğursun da, qoğursun. Gedəndə gərək düz yol gedəsən. Bizim prezident İlham Əliyev, İlham Heydəroğlu düz yol gedir. Onun yolunu müdafiə eləyək, ona can sağlığı arzu eləyək. Şirik Uşaqoy Azərbaycan da, Andropov da, hamısı bizim xalqdandır. Yusuf müəllim, çox maraqlıdır. Qara yaxmaq üçün bizi jurnalistika deyilir 3 manatlıq, 5 manatlıq müxbirlər. Biz niyə jurnalistləri o günə salırıq ki, onlar bizdən 3-5 gözləyir? Hazır bir yox, xahiş edirəm, sual verdim, cavabını al sonra. Qardaş, bizim müəllimlərdir, həkimlərdir, jurnalistlərdir. Hamıdan yuxarı səviyyədə yox. Devlətin tərifi var. Hakim sinifin, məhkum sinif üzərində zor aparadır. Biz devlət işinə qarışmalı deyilik. Biz devlətin çağırışına kömək etməliyik. Ətrafında sıx birləşməliyik. Həkim kimi, müəllim kimi, çeks kimi, fəhlə kimi. İndi TikTokda birdən çıxardılar. Deyir, mən qoyun otarı, cavan qızı gözəldir. Bütün bəylərin, xanımlarından da gözəldir. Gözəllik başqa şeydir. Deyir, nə qədər tərkib atıramsa, bana takib et. İndi sözüm canı var, üzr istəyirəm. Bəzən jurnalistikanın çox sahələri var da. İqtisadiyyatdan, siyasətdən, nədən və reketli və hətta dilənçisi də var. Sözüm canı başqa şeydir. Bəzən söz tapaman deyilir 3 manatlıq, 5 manatlıq jurnalistlər və bəzən məmurların içində deyilə bilirlər ki, bütün məmurlar hamısı elə o söylə məmurlardandır.
Amma bəzən dezlər qəddən zərgər bilər. Bu da jurnalistlərin səhvidir. Yox, Hər jurnalistə getsin qardaş. Bax məsələn 52 il mən işləyirəm. Çoxdur mən danışıram çoxdur. Getsinlər MTV, prokurorluqda, Daxili İşlər Nazirliyi. Gədəbəyin nə qədər əhalisi var. Düz görüm o rayonun adını sonra Krasin servis qoydular. Rayonun adını da görüm Gədəbəylisən. Nə karası? Gədəbədə karası ses yoxdur. Gədəbənin özündə var karası. Yox, Krasin serviskinin. Qırmızı kənd. Çəmbərək. Hə, sən. Ha görsən. Təzbər. Hələ çəmbərək. Yoldaşım bu mahaldan. Hə. Ələskər gilədə qohum. Eşitmişim. Çəmbərək rayonunda. Düz Qazaq Tavuz mahalından Şəmşəddin rayonu. Gədəbəyin özü, dağların özü. Hə. Hə, karası. Qırmızı. Azərbaycan ərazisi. Mesela erməni gedirsən bəlkə Seyidlikdən sonra. Seyid Bayramın, Alqaidin atasının. Qəbristanlığına onlar dəymir. Amma buradakılar təntiyəndə gedir kümbəzə girir, nə edir? Ha Seyid cəddinə qurban. Hə Seyidin cəddini sən ha verməyirsən. Onun var da qalır. Niyə? Xalqını sevən, vətənini sevən, şəhidlər verən, qəhrəman verən, nəslin bu gəlib bu vəziyyətə çıxır ki, mənzur üstü keçər, qovun. Ona görə Yusuf müəllim bizim istəyən burada bircə dəqiqə səbirləyin, məndə sözümün canı var. Demək istəyirəm, jurnalistikada 100-ün 10%-nin baxışını 90% baxa bilmir. Məmurun da belə deyək də 90%-in hərəkətinə görə 10% gözəlliyinə baxan yoxdur. Mən səhv elə Bizə özürəm. Yəni demək istəyirəm ki, bugün mən sizin nə məmurluq fəaliyyətinizdən, nə heç nəyinizdən danışmaq üçün demədim. Musiqi gələndə dedim ki, o qədər xidmətləriniz olub, insan bəzən dincəlir. Ona görə siz Gədəbəylisiz, aşıq havası yox idi, başqa musiqi var idi. Dedim, Yusuf müəllim, nə var, nə yox, dincələ bilirsinizmi? Olabızın sözü xoş gəlməsə də, amma musiqi hər bir formada, musiqi bir anar laylas kimi şeydir. Ona görə soruşdum və mən də əgər insana mənəviyyat prizmasından baxıramsa və sizin də mənəviyyatınız zəngin olduğunuza görə soruşdum ki, Yusuf müəllim, nə var, nə yox, necəsiz? Bu musiqi sizə rahatlıq verirmi? Və Alim Qasımova dedim və Elnur Abdullayeva dedim ki, vəzifə günahı yoxdur. Vəzifənin hamısı gözəldir. Amma vəzifəni gözəlləşdirən var, vəzifəni gözdən salanlar var. Ona görə deyirdim ki, hər bir sizi kimi məmurlar da var, vəzifə çalışanlar da var və bəzən kompliment olmaz, bizi kimi jurnalistlər də var. Musiqi altında deyir, nə var, nə yox. Əlimizdən heç nə gələ bilmir. Dincəl tapıma deyirik, Alim Qasımovla Elnuraya qulaq asaq, heç olmazsa nə yaxşı ki içimizdə, bax, bu gözəllikləri saxlaya bilirik. Tanrının bizə verdiyi o sevgini, məhəbbəti, siz məmur kimi vəzifələrdə, sizi tanıyanlar bilir də, mənə inanmaya bilərlər. Siz məmur kimi o vəzifələrdə oturanda əminəm ki, Allahın Azərbaycan ədəbiyyat incəsənətinə, musiqisinə verdiyi Alim Qasımov Elnarənin Tanrı əzanı adlandırdığımı və sizin içinizdə bir məmur əzanlığı verib ki, orada otura-otura doğrudan hər bir məmur, Alim Qasımov və Elnur Abdullayeva və jurnalistikada da hər birimizin içində bir Tanrı əzanı rahatlığı var və deyirik, nə yaxşı ki, Yusuf müəllim var, nə yaxşı Alim Qasımov var, nə yaxşı Elnur Abdullayeva var, özümə nə yaxşı Natiq Qasımov var. O 90% o prizmaları yox, barmaqla sayılan mənəviyyatınla vəzifələrinə, öz həyatına, ətrafına gözəllik verən bax bunlar var. Ona görə mən də sizin içinizin, iş dünyanızın, o musiqi dünyasına toxunmaq istədim ki, yəni siz də vəzifələrdə onsuz sizi tanıyanlar bilir. O qədər gözəllik vermişsiniz ki, və bu gün içinizdəki o alimliyi, ondan sonra Elnarəliyi, Yusifliyi, Natiqliyi üzə çıxarıb demək istədim ki, o musiqi sizi, o hisslərinizi oyatdı mı, dincələ bilirsinizmi və fəxrliyirsinizmi? Nə yaxşı sizin içinizdə 10%'larda olanlardan var, 90%'da olanlardan yox. O gözəlliyin həm özünüz təpər tapıb yaşamısınız, həm də vəzifənizə bax, alimlik vermişsiniz, elnarəlik vermişsiniz. Tanrının əzan səsi hər bir adamda var
və içinizdəki əzan səsindən möhkəm yapışaraq o 90%-lərin içində 10%-ını saxlaya bilmirsiniz. Diqqətinizə görə çox sağ olun. Sizə təşəkkür edirəm. Mən səhv etmirəmsə, ha vaxtsa bu yaxınlarda siz məndən müsahibə alanda mən mətbuat işçiləri dedim ki, də yaxşı ki, sizin kimi, sizin düşüncə, ideyalarınız kimi bizim mətbuat işçiləri var. Qaldı ki, mənim musiqi sevməyimin əsas səbəbi Azərbaycanın Çətindərə yaylağı var. Qaçaq Məzid. Çətindərə yaylağı Qaçaq Məziddə. Bu yaylaqda böyüyüb və bilirsən, Stalin kimi bir devlət rəhbərinin də Marks ingilisli ideyaları. Öz evladını dəyişməkdədir. Hərbiçi. Və deyirlər ki, Moskvadan Smolenskiyə paytaxtı köçürək. O şəxs onun hər ikisini qəbul edir. Ona görə də faşizm ideyasının qalibi olur. İndi də müəyyən kəşfiyyat orqanları, xüsusilə elə devlətlər var ki, gəlirinin 60%-nin, hətta Amerika 80%-nin öz seri kəşfiyyatı var. Ona xərcləyir ki, bu müəyyən xalqları öz əsarəti imperiyasının çaynağına alsın. Lakin burada biz yenə də az da olsun başımız işləyəndə görməliyik ki, Azərbaycan xalqını, böyük Azərbaycan xalqını qoruyan, mühafizə edən başlar var, məmurlar var. Musiqi duyumlu başlar var. Musiqi duyumuna gəlir. Yadımdadır. Həmən o Göyçə mahalında ərzində Çətindərə yaylağı. Buranın əvvəlili yaylağında anamın qəşək çömçəsi var idi. Olan reallığı danışır. Çömçənin üstünə bir fənarka taxtası aparmışdılar, onda yuxanı onun üstünə töyəqsa yoxsul ailələr də fənarkanı gəldim və ayaqqabı ayağımı deşər deyə o fənarkanın üstünə çömçənin, anamın çömçəsinin fənarka göy şunun içində sınıb çəkdim və saz çaldım. Anam rəhmətli gəldi, gördü ki, çömçə axtardı ki, nəhrə çalxasın. Gördü ki, çömçə qucağımda mən saz çalım. Oxlarla anam məni döydü və çömçəsinin öz nəhrəsini çalxadı, geçəm. Yəni mən musiqini də yaxşı saz çalıram deyəmirəm. Sazın gözlərimi yumsalar da hansı aşıq, hansı simini vurursa və bunun dalına hansı mahnı gəlirsə, mən onu duyurum. Mən arzu edirəm ki, musiqi, Azərbaycan ədəbiyyatı, məsələ Türk xalqlarının hamısının Koroğlu dastanı. Hərə Koroğlusu bir cürədir. Amma Babəkləri də olur. Bu yaxından bir dahi şəxsiyyət, müəyyən bir dahi şəxsindən söhbət edəndə Babək sözü işte. Məsələ Babək düzdür qəhrəmandırsa, amma Xürrəmə hərəkəti yaradır, Sünni şiə yaradır. O şəxsə məsələ Babək deməklərini mən qəbul etmirəm. O Heydər Əliyevin oğludur. O Heydər Əliyevin atasıdır, eşq olsun. İlham Əliyevə radikal siyasətinə görə ona can sağlığı arzu edirəm. Onun genindən hələ alsınlar, müəyyən genlərə də calaşdırsınlar, amma biraz atalarına, babalarına oxşasınlar. Sağ ol, diqqətinə görə təşəkkür edirəm. Və qəflətən də verdiyin suallara görə də
Narahat deyirəm. Əlavə sualın da varsa bilərəm. Əsas söhbət odur ki, indi növbəti müsahibəmiz üçün buradan bir xahiş edəcəyik ki, ya alimi, ya Elnarənin bir musiqisini qursun. Və sözü bununla bitirirəm. Bir Rus kinosuna baxdım. Orada deyirdi ki, bir qız bir oğlanı sevir, bir oğlan bir qızı sevir. Çox cəhd edir ki, bunun həyasını almağa mümkün olmağa 6-7 aydan sonra deyir, gəl mən sənə cavabımı vağzala deyəcəm. Dəmir yol vağzalında. Amma dedi, mən bu şəhəri sənə görə tərk edirəm. Oğlan gəlir, deyir, səbəb nədir, niyə məni sevmirsən, niyə məni tərk edirsən? Deyir, bir dəqiqə səbr elə, qatar tərpənəndə deyəcəm. Qatar tərpənəndə onu əl eləyir, 2 seriala kinodan, əllə deyir ki, mən səni ona görə sevmirəm ki, səndə musiqi duyumu yoxdur. Çox böyük bir mənası var. Ona görə ki, nə mənadır ki, həqiqətən musiqi vacibdir ki, xanəndə eləsin, oxusun. Amma musiqini dərk eləmişsə, onda incə duyumu yoxsa, o demə o insanlıqdan kənar bir adamdır. Və qatar tərpəni istəyirəm, qatar tərpəni gedir. Mən də növbətim sualım olacaq. Musiqi duyumu olan, həm siyasət, həm musiqi duyumu olan 2 adamdan sənə söhbət edəcəm. Biri Erdoğandır, biri Heydər Əliyevdir. Həm siyasəti, həm iqtisadiyyatı, həm musiqini bilən tanıdığımızı deyirəm də, bildiyimiz deyirik də. Erdoğan'ı görsən, Bəxtər Vabzadənin şeirlərini deyir. Heydər Əliyevi görsən, bütün cins adamları tanıyır. Hamısının dostluq edir, hamısının yoldaşlığı, iqtisadiyyatı, siyasəti, cinayətkara qarşı reaksiyalar. Doğrudan evdə bir ailə sahibi olmaqda, bir rayonun rəhbəri olmaqda, bir dünyanı idarələmək üçün də əgər bir adamın doğrudan musiqi duyumu yoxsa, ancaq qəssab kimi dorğamaq bacarırsa, o dünyanın sonu yoxdur. Və ya musiqi duyumlusa, ancaq kövrəkdirsə, qəssabların ötəsindən gələ bilməz doğrayanlardan. Ona görə doğrudan da və sizin də içinizdə həm doğrudan qəssablıq, yəni məmur qəssablığı ciddiliyi olduğu qədər də musiqi duyumu olduğuna görə bu sözü dedim. Və doğrudan hər bir atanın, hər bir insan doğrudan da kişi zəhmi, kişi qeyrəti, kişi qranit bir heykəldir. Amma onun içində bir kövrəklik var, o musiqi duyumudur. Bəlkə qranit heykəli heç nəyə dağıtmaq olmaz, amma bir musiqi ilə mum kimi əritmək olar. Hər bir kişinin arxasında bir qeyrətli qadındır. Onun qeyrətinin həyat yoldaşı yoxdursa, o kişilikdən danışa bilməz, yazıq danışsa da uduzar, gələcəyi olmaz. Məsələn, siz mənə dediniz ki, Heydər Əliyev, Erdoğan. Mən də Turgut Özal da orada əlavə edirəm. Turgut Özal Türkiyənin inkişaf elətdirəndən biridir. Mesela ama Türk'ün dahisi. Kimdir? Atatürk. Heydər Əliyevdən söhbət gələndə Atatürk'ü görmək lazım. O ikisinin görüşü başqadır, bunların görüşü başqadır. Bunun hamısı inkişafdır, gələcəkdir. İnkişafı tarazılaşdırmaq, inkişafı idarə etmək hər kişinin işi deyil. Hələ nə yaxşı ki, Allah xətanı olanı Azərbaycan xalqının üzərindən qorusun. Azərbaycan xalqını bu atılan qıraqlardan, toplardan qorusun. Onu da qorumaq üçün hələ bizim İlham Əliyevimiz var, qoruyur, bacarır. Xalqını tufandan, oddan qoruyur. Biz ona dəstək yox. Ayrı bizim əlacımız yoxdur. Bəzən deyirlər ki, acizsən. Kiməsə baxır. Arxamız qoy, Azərbaycan xalqının. Arxası qoy, uca tanrı, müəllimi əsl Azərbaycanlılar olsun, şagirdləri ondan da qəhrəman olsun, Cavanşir olsun, Şah İsmail Xətai olsun. Sərəl yoxdur, arada bir qadınla da güləşmək olur. Mesela Şah İsmail Xətai'nin ayağı büdürüyür. Bu adamın adını bil. Jurnalistsən, bil. Səbana və... Xəbərim yoxdur, yalan deyərəm. Şah İsmail Xətai ilə Qılınc güləşində hansı xanım olur? Özü Azərbaycan ərazisində. Yalan deyərəm. Qız qalasının böyüyür. Şah İsmail Xətai'nin ayağı büdürüyür, yıxılır. Qılınc da boğazına atdı. Xanım döşündən çıxardır ki, xanımdır. Amma bunun gözlərinin içinə baxır ki, bu xalq üçün, vətəni üçün
fərqinin büdrəməyini qəbul edir. Lakin məğlub olmaq istəmir. Xanım da onu qılıncı çəkməyib, keçib gedir. Yani ister kız olsun, oğlan olsun, kişi olsun, kadın olsun, insan doğrudan en büyük rahatlık ana kucağına sığınmak değil. En büyük doğrudan insanın için rahatlaştıran musikidir. Ve dövüşte de doğrudan insan aparan Köroğlu'nun Cun'un aşık olduğu için musikidir. Allah hiçbirimizden bu musiki duyumumuzu ve musikimizi eski eylemesin. Amin, çok sağ olun. Sağ olun.